Əkbər bəy, hal-hazırda tuneldəyik, diqqət elə. Biz Qələbə dairəsi olan tuneldən düşdük. Bir də, bax, ehtiyatlı ol, soldan atsan sıxacaqlar. Bir də 2 zolaq Qələbə dairəsindən gəl düşür bu tunel. 2 zolaq 20 yanvardan düşür. Çalış, bax, Qələbə dairəsindən gəlsən, kənar sağ zolağı tut. 20 yanvardan gəlsən, kənar sol zolağı tut. Bax, hal-hazırda 4 zolaq. Biraz qarşıya gedəcəksən ki, artıq 4 zolaq 2 zolağa çevrildi. Və bu zaman, bax, bu ortada qalan 2-ci və 3-cü zolaqda qalan nəqliyyat vasitələri, bunlar yer tapa bilmir. Özünə mövqe tapa bilmirlər, başda çıxma. Və ona görə də həmişə diqqətli olmalısan ki, qəza şəraiti yaranmasın, qəzaya düşməyəsən. Bax, diqqətlə, bəyət 4 zolaqda artıq oldu 2 zolaq. Ortada qalan nəqliyyat vasitələri başlayır əziyyət çəkməyə. Bu, bax, bizə yaxın olan zolaqdakı olan maşın bizi sıxır. O, kənar sol zolaqdakı olan ona yaxın olan maşın isə kənar solu sıxır. İndi bax, görürsən 2 zolağa çevrildi. Biraz da qarşıya gedəcəyik. Biz qarşıdan sağa doğru çıxacağıq. Bax, tuneldəydik hal-hazırda. Tuneldə ötmək qadağandır. Tuneldə dayanmaq, durmaq qadağandır. Tuneldə geriyə dönmək qadağandır. Tuneldə geriyə hərəkət qadağandır. Biraz sağa götürəlini. Tuneldə nə olar dostum? Bir yandan keçmə əməliyyatı olar. Yəni, məsələn, sən bu zolaqda gedirsən, bax, o qara maşında digər zolaqdan gəldi, keçdi, getdi. Zolaq dəyişmədən üstələdi sənə. Bu, yandan keçmə sayılır. Buna qanun izə verir. 2, onlar məcburi dayanma. Məcburi dayanma nədir? Məcburi dayanma odur ki, getdiyimiz yerdə maşın xarab oldu, qaldıq orada. Nasız vəziyyət düşdü. Və yaxud da özümüzün səhhətimiz pisləşə bilər, sərnişin vəziyyəti pisləşə bilər və s. Bax, bu dolaydan, bu səbəbdən biz orada məcbur dayana bilər. Yoxsa keyfimiz istəyir, dayanaq olmaz. Məcbur dayanma zamanında qəza dayanma işıqlarımızı yandırmayaq. Bax, bu şəkildə. Oldu? Çətinlik yoxdur dostum. Əhsən sənə. İndi çəkiliş dayandırıram, amma dərsimiz davam edir.